Masallıda yeni təhsil modeli və Ərkivanda bir nömrəli orta məktəbin təmiri ilə bağlı xəbərlərim vardı. Yeni təhsil modeli bildiyiniz kimi Masallı şəhər 3 nömrəli məktəbində və Bədalan kənd tam orta məktəbində olacaq. Məktəbin nəzdində yeni məktəblər yaradılacaq. Mən bu günləri öz övladımı 3 nömrəli tam orta məktəbdə qeydiyyatçı üçün ərizə ilə müraciət elədim. Bildiyiniz kimi burada yeni məktəblər yaradılır. Bu məktəblərdə repetitor asıllığından övladlarımızı qurtaracağıq. Övladlarımız daha bu müəllimin qapısından çıxıb o müəllimin qapısına gedib vaxt itkisi olmayacaq. Həm də burada valideynlər üçün maliyyə itkisi olmayacaq. Dövlətin qayğısı ilə övladlarımız universitetlərə hazırlaşdıracaq. Vaxt var ikən siz də bundan yararlanın. Digər tərəfdən isə Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 nömrəli orta məktəbində təmir işləri gedir. Bir çoxları deyirlər ki, təmir işləri yekunlaşmayacaq yeni tədris ilində. Başqa məktəblərə gedir, amma bu yanlış xəbərdir. Mən bu günləri Masallı rayon təhsil sektorunda olmuşam. Verilən məlumata görə məktəbin dam örtüyü, qapıları, pəncərələri, döşəmələri birinci hissədə dəyişdiriləcək. Növbəti mərhələdə isə istilik sistemi və digər işlər məktəbdə gedəcək. Sentyabr ayının 15-nə kimi məktəbimiz tam hazır olacaq.